Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olarsınız uşaqlar. Keyfiniz, əhvalınız, nə bilim, işiniz, gücünüz, arvad, nə danışam ama. Uşaqlar, mən bomba kimiyəm, yaxşıyam, süperəm. Niyə belə heyecanlıyam? Heyecan neydi? Niyə belə sevincliyəm? Çünki video başlamışam, bəli. Çoxdan video gəlmirdi. Yenə bu haqda danışdım. Biz ki, dərsə başlayıbdı qaqavız. Qaqavız partladır özdə. Yəni, İngilisinə sökür. I am great watermelon is apple peony. Yox, bir dəqiqə. Apple, juicy. Başa düşdünüzdən ətər. Yəni, deyir ki, salam olsun yaxşı oğlanlar. Yəni, belə sözlər, temalar var da, nəsə. Hələ tarixdən. Nə deyir? Deyir ki, o İsmail var, İsmail 2025-də Şah İsmail Xətay 2025-də anadan olubdu. Amma indi nətər olursa 1524-də də ölüb də. 2025-də anadan olur, 1524-də ölür. Bəlkə video keçsə. Çox dərsdən danışmayaq. Nəysə. Uşaqlar, yəqiniz mənim maşını görmüş, birinci maşınla danışmaq istəyirəm. Bu maşın nədir? Bu maşın, deyəsi ki, üstündə Chevrolet logosu var. Və niyə bu qədər dəxlisiz bu... Nə var? Yəni, dəxlisiz niyə bu maşına? Çox mənasızdır. Sadəcə biraz qabaq farasında bir-iki dənə eklənti var. Bir də burada Chevrolet logosu. Bu maşını bilənləriniz bilir, bu maşın kruzdur. Özüm düzəltmişəm. Yəni, belə əl bacarıqlarım var. Sadəcə istədiyiniz maşın düzəldilir. Yəni, belə bir şey. Məsələn, Xəzər istəyirsinizsə, buyurun, yazın TikTok'a ya da ki, YouTube'a. Yazın ki, məsələn, qaqa, mən Xəzər, ya da ki, qaqa, məsələn, ayrı bir Elantra istəyirəm. Nə ilə dəyişirəm? Qəşəng, yeni gələn maşın var, uşaqlar, bir dəqiqə. Yeni gələn deyəndə bundan əvvəl güncəlləmədə. Bir dəqiqə. Bax, buradakı bu Ferrari var ya, qaqa, bax, bu Ferrari ilə dəyişirəm. Amma Ferrari məndə oldu, day ondan sonra işləməyi də buraxıram. Yəni, bir nəfərdə Ferrari varsa, belə deyək də, məsələn, Xəzər lazımdır sizə, Ferrari ilə takas istəyirsiniz. Mən sizə ideal bir dənə Xəzər yığıram, qəşə. Əl işlərimdə göz qabağında, bax, bir dənə qaqa. Gör, nədən nə düzəltmişəm, X-Trail düzəltmişəm, gələ. Bu maşını, yəni, tək küt nədir, ala? Tək tük adam da var, danışamadım. Tək tük adam da var. Sonra qaqa sizə bir dənə də göstərsin, o şəhərdadır, Elantra. Elantranın 2025-i, Elantranın 2025-i satmışam. Bu var, 2019-u var. Bir də burada satmamışım. Deyirəm, bax, mən bunu satmaram. Bir də ki, 2025, yəni belə qəşən maşınlarım var. Lap uşaqlar, bax, bunu da satıram. Bunu satıram o Ferrari ilə dəyişməyə. Bir də uşaqlar, aha. Nə deyirəm? Ayrı, mən nədən danışacaqdım sizə? Baxın. Yeni maşınlar gəlibdir. Və mən də çoxdan video çəkmirəm, bilmirəm, deyəsən bunun videosunu çəkmişdim ya yox. Məndə bu dəqiqə buradakı maşınlardan çoxu var. Çoxu deyəndə bir dənə bu yoxdur, bir də bu yoxdur. Altan Chevrolet məncə lazımdır. Bir coinli bu, bir də bu var. Bunu da qaqavız yığıbdır, indi bir şeylərmiş, amma tərs yığıbdır. Nətər yığıbdır, mən sizə bir şey göstərim, bir dəqiqə. Baxın, uşaqlar, sizdə mən maşına nə yığmış olaram? Başlayacaq indi videoya, bir-iki deməyə sözüm var. Sizdə mən maşına nə yığmışam, baxın. Maşın nəyə oxşuyur? Kia yazmışam, Kia düzəltmişəm. Faralarını tərs qoymuşam. Əməlli baş, farasını tərs qoymuşam. Faraların əslində ağı içəri tərəfdə olmalıdır. Qırmızı da çöl tərəfdən. Yəni, belə bir şey olmalıdır. Baxın, burada belə, bir də belə. Yəni, bunun tərsi olmalıydı. Üstündə baxın, qara yerini telefonla qaraldanda, yəni telefonla şəkillə qaraldanda normal, yəni maşına oxşuyur. Yəni, nə gündədir, zibil gününə qoymuşam. Nəşqələr, məndə bir dəqiqə, bazarı gedəsəm bu dəqiqə, videomuzun konusu heç cürə bu deyil. Uzun video olacaq, naratom, yəqin bir 20 dəqiqəli, 25 dəqiqəli video olacaq. Onun üçün rahat danışıram. Videonun qabağı verməyin, çünki bir-iki dənə lazımlı sözüm var. Qoyun bundan da gedək bir dəqiqə. Cipim hanı mənim, cipim. Cipim bir də orada. Bunu da almışam. Tapmışam da. Qaqavız həll eləyir, yoluna koyuyor da, yəni koyuyor. Mən bundan istəyirəm. Azərbaycan serverini, çoxdan da bunu eləmirik. Azərbaycan serverini incələyirik. Baxırıq, görürük. Mən video çəkməyəndən bəri, ya da video çəkəndən bəri, keçən ildən bəri, oyunları buraxandan bəri nələr dəyişib, nələr dəyişməyib. 5 dəqiqədir bayaqdan sizlə danışırıq. Başladıq indi əsl videomuza. Aha, baxın, üstdə nəsə alış-veriş falan gedir. Ucuz qiyməti falan, mən belə sürəmirəm maşın.
Zəhləm gedir belə maşına da. Üstdə nəsə şeylər o baba. Bir dənə qəşəng maşın gördüm orada. Super. Mənimki də elə belə deyildi indi. Mənimki də yerində. Belə deyil. Dənətər. Mənimki də qəşəng maşın. Nəsə bunu başım buraxaq. Uşaqlar baxın Türk serverin gəzidir. Söyüş yoxdur ay qardaş oğlu. Söyüş yoxdur. Allah köməyimiz olsun. Mən neyniyim xəstədlərisin. Bir iki dəqiqə göstərir. Başdan xərəfdirlər, başdan xərəvə. Söylər sırası. Bir dənə i8 gedir qabağımda. i8 satsa alaram. Çünki məndə də yoxdur. Bazara girişimiz elədik. Bazarda satılan maşınlar var. Qəşəng. Mənə ən axırıncı girəndə oyuna AOE kakaşlar, nə bilim, avara maşınlar sürənlər, 06'lar, 06 deyirəm, 07'lər zətlər zırırdı da bazar. Görə indi nəsə dəyişiklik varmı? Ayrı maşınlar falan gəlib deyin. O Camry var. Camry də bu, düz deyirəm ha. Camry var bir dəqiqə. i8 satılsa alardım. Ay qaqaş, bu nədir belə? Ay Sipaşi fikir vermədi. Onun maşını idala deyən görə mən onu nətər şey eləyim. Astagfirullah. Gəzəmir, ləl oyunların əlindən. Bir dəqiqə. Soruşsan bu Camry kimindir bir dəqiqə. Ya da i8 soruş. Deyəsən Camry var idi məndə. Çoxdan da onu bilmirəm. Camry kimindir? Yaman da yazdım axı. Görə satılırmı ya satmağa ehtiyac. Getməyib dələ o maşın orada. Bilə qalasan səni. Jeep kimindir? Mənimdir qaqaz. Mənim. Dirəşmə. Mənimdir. Satmıram. Oba. Oy, bax bunu satsa alardım. Takasa yox amma satsa alardım. Belədir, yəni uşaqlar. Qəşəng maşın, bu nə maşın deyib başımda. 15 milyon satarsan. Yox. 15 milyon özə. Çeftləri sən öldürlər. Baxın, çoğunluqla məsələn 4-5 dənə köhnə şeydə qalanların hansı bax buradadır. Köhnə nəsil belə deyək də. Yəni bazara baxanda qəşəng maşınlar var. 06'ların, 07'lerin sayı azalıbdır. Sonra qəşəng çizimlər zətlər də var bazarda. Bu ferslər zətlər var. Yaxşıdır, Azərbaycan serveri bir ondan məsələn 3-4 dəyişib də. Əvvəllər ondan 5 verdimsə, indi məsələn ondan 6, ondan 7 verərəm. Yəni, nə olsun ki, indi öz serverimizin, öz dövlətimizin, öz gerbimizin, bayrağımızın, nəysə. Nə olsun ki, indi öz nə deyim, belə qalandan danışamaz. Nə olsun, başını bıraxın. Özümü gəldim, danışa bilirəm. Deyirəm ki, nə olsun ki, özümüzün serveridir. Pislərini də deyəcəm, yaxşılarını da deyəcəm. İngilis serverinə mən həmişə girəndə ondan 10 verirəm. Ondan 10 deməyəm, ondan 9, ondan 8. Yəni həmişə ondan 8-dən bir dəfə də aşağı düşməyib də. Nə loxlayanlar yoxdur, nə pis maşınlar yoxdur. Nə bilim, 07'lər bazara ağzını almayıbdır. Görək, indi ondan 8'lik, ondan 9'dur. Ya aşağı mı düşəcək, ya yuxarı mı qalxacaq? Oy, qaqam girdi arasa. Girmədi. Günə düşdü ala maşına. Bir dəqiqə. Məndə şey də var ki, polis sirəndə var imiş məndə. Amma niyə taxılmır? Başımda. Bunun polis sirəndə var bir dəqiqə. Burada bir dənə qəşəng maşın var. Oy. O maşın qəşəngdir. Onu satsa alaram. Satsa dəqiq alaram. Mən ondan 8-dən daşırım. Nə oldu maşın satan yoxdur ki? Oy. Bu nə dala? Ay buna maşın deyən görək. Qaqa satmıram. Jutmut. Çəkilim buradan satmıram. Bax. Satsa alaram. Sonra burada daha belə bir Endra çəki görək. Endra badi bir də maşın var. Sigma boy. Mənə deyir, mənəm Sigma. Buyur. Yes bro, Yes bro, yes. Başım qaçıb deyim mən. Bir dəqiqə, belə deyin, satan da var, satmayan da var, verilənən də var. Bu şeyi, McLaren satıb dəqiq alardım. Bro, dekutardan jut bro, dekutar. Nasıl, bir dəqiqə, this is not in selling, this car, danışamadım, nəsə. Orada Supra satılır, Supra'nın başımla. Belə də, yəni mən ondan 8 verirdimsə, yəni ondan 8 verincə düşdü. Dəqiq ondan
6-ya 7-yə. Yəni Azərbaycanda nasıl ki pis maşınlar satdılar, amma yəni satış var idi. Deçdən bu qədər də biabırçılıq deyil idi. Keçirəm ən küfrübaz. Belə deyək də. Lap küfrübaz deməyək indi. Küfürlü də, yəni Azərbaycanlılar da keçən. Can qardaş Türkiyə. Keçək Türkiyəyə. Türkiyələr də oradan mən nə vaxt gitsəm artıq söyüş söylərdi. Yəni sənin belədən də beləyə o birisini də başlayır belə. Yəni set boş-boşuna dolurdu indi. Amma belə onların da maşın satmağını falan ondan 10 falan verirdim. Bundan sonra keçəcəm Almaniyaya bax. Almaniyanın bazarı partlayır demişəm. Bir də şeyə ərəblər də bombaydı. Gürcülərə girəcəm, amma gürcülərdə bomba maşınları olur, bomba. Amma satanlar olmurdu. Gürcülər sonra ruslara. Nə də ruslara baxarıq. Düz rus dilim o qədər yaxşı olmasından baxarıq. Bax, Türk server onun üçün zordur. Bax, hamı bazarda da, hamı. Kim də gəlir tökülür bazara. Qəşəng maşınlar olmasın, amma yenə də. Niyə? Amma qəşənglər də olur. Bax, bazar qayna. Bazar bu deyə, bazar bu deyə. Sən öl deyirəm, bazar budur. 2020-yə qayıtdıq. Sən Allah haqqı bazar budur. Yes. Ondan 10. Qaqa pis maşın satılsa da ondan. Bu nə də la? Bu nə də la? Burada nə 2 nəfər var? Nəsə. Oy. Bax. Biraz xoşuma gəldi, başım ağrıdı pis. Yan tərəfinə bax, bunları qoymasaydılar yaxşı olardı, amma arxaları qəşəng idi. Sonra bax, satan yoxdur yenə. Ondan 10. Bax, yenə də bazar qaynayır, qarışır. Set dolur, set yaxşıdır. Bax, burada bir dənə şey. Oy. Sevdiyim, istədiyim maşın. Bir dəqiqə. Selamı sətirlik kimi kanka. Başa düşdün değil mi? Başa düşdün beni ha. Dəncəli satır. Anlamadım, satılır yoxsa yox? Cavab verin də, tərbiyəsizlər. Bəs başımla belə baxanda maşın satan yoxdur, ancaq danışırlar. Nə verim indi mən? Ondan 10 verdim, verməyin, amma düşmür hə. Elə bir ingilislər daha çox biraz şeydi, amma nəsə də idi. Qayri biraz qalaq. Hə, nəsə, türklərdən çıxdım. Ondan 10 verməyək. Ondan ingilislər biraz daha yaxşı deyəcəm, onlarda da maşın satır. İngilisləri 7 verəm. Azərbaycanlılar bizə 6 verəm. 6 yox, bizdə də maşın satan çox idi. Set sadəcə yaxşı deyil. İngilislərlə bizə 7-nin 7-yə. Türklərə də 8 verək də. Set axıcıdır, yaxşıdır o. Onun sözüm yoxdur. Set falan hamısı bombadır. Bir dənə girmək istəyirəm şeyə. Arabik, come to Dubai. Dəqiqə. Neyse. Ay da belim. Ay qoca babalara dönmüşəm. Bu nə də belim çox pis ağrıyır. Nəysə. Aşağılar, gəldik Arabitçilərə, Arabitçilərdə görək nə var. Bax bir dənə maşın çöldədir. Sən niyə çöldəsən bax. 1 puan qırdım üzə. Puan qırdım 2024-dən bəri çox şey dəyişibdi. Serverlərdə dinlər. Oy, short life. Əməlli başı short life. Bir şey. Ay sənin mənə dön də qutardı. Hə. Sonra. Bax bir dənə çöldə maşın var. Buradan da 1 puan qırıram. 9 puanları var bir dəqiqə. Göçək miqalkalı maşın satırlar. Miqalkalı maşın amma başım da pisdir. 5-ə versə alaram. Bax qərdiş oğlu. Bir də 5-ə ver alıram onu. 5-ə ver qapıram. Alıram yox, qabət çəkilin görək. Duracaqlar burada bir saat. Ərəblərdən maşın alsaq birbaşa 10'a 5'e qalır. 55 milyon deyir. Pulum da az. Gərək bir dənə maşın hərriyim, fırriyim, satım. Söyləmək lazımdır. Bundan sonra o Kia Rio var. Aparacam Azərbaycanlıları deyəcəm ki 50 milyondur qaqa. Satıldı. Olmaz ki. Belə də indi bunlara da verək də bir. Maşın satanlara bu nədir Allah? Teatr nədir? Ölü nədir? Bala bu nə yaşayışdı? Bu nə yaşayışdı Allah? Bu nə yaşayışdı? Deyən görək. Sonra normalini bir maşın satan yoxdur. Buradan çıxdıq. Çıxdıq. Bura da yaxşıdır.
Gedirik hara? Azərbaycan təzədən qaydacam Azərbaycan serverin, Azərbaycan özü. Qaydıram ora, bir dənə bu 2 yarıya onu satım. Ada bax, Rio öz. Satıram bir dənə bunu. Çünki yaxşı düzəltməmişəm. O qədər də yaxşı dizayn yoxdur. Kənarının orası, burası heç xoşuma gəlmədi. Birində düzəldərəm. Onu da sizə göstərərəm. TikTok səhifəm də var. Girərsiniz, baxarsınız özə işıqlarını səhv qoymuşam. Onu da işıqlarını səhv qoymuşam. Onu da düzəltməyə xoşum yoxdur. Nəysə, TikTok səhifəm Oyun Prosu TT. Yenə öz adım. Girərsiniz, baxarsınız, aparın bu Rio-nu üydəm gələm. 1 milyon satıram. Dedim ki, nə oldu? Aa, 2.5 milyon yazmışam. Bir an. 2.5 milyon yazmışam. Bəlkə 25'dir. 25 milyona 2 Rio. Gələ qaqa, arxasına bax, maşını ondan sonra qiymətləndir. İndirim dolar 20 milyona. 23 deyirəm qaqa, 23. 23'ə verdim, getdi. Xeyirli uğurlu olsun, 25 aşağıda. Yox hala, yerindədir. Mənim maşınım da o qədər ideal deyil, yəni qəşəng deyil də. Satdım 23 milyon, alırsan al qaqa, alırsan 2 milyon söhbətini eləmə. Yəni, alırsan, al. Sıxıram. Alırsan, 25'dir. Yaxşı, 20'yə verək ki, nə bilim, 20'yə 39 milyonumuz olacaq da. 39 istəmirəm axı. Olsun da 2 milyon söhbətini eləməkdir, biraz da bizə indirək də. Düz 2 milyon indirdi, eyb olmazdı. 22'yə satdım, getdi, xeyirli uğurlu olsun. Alacaq yəqin bu. Məhəmməd. Al. Deyəm. Məhəmməd. Al. Al da qaqa da 1 milyon söhbətini eləm, al qutar. Məhəmməd al da, al, ay dedəm. Nəsə çox fikirləş, al qutar da. Nə çürükcə adam sənə. Bax da qəşəng farlar zadı var da. Öz əllərimlə düzəltmiş. Neçə dedi bu? Şunu mən. Hələ ki gözləmədək, hələ ki. Of. Ayda. Ayda. Eyb olmaz. İtaparan olsun. Ay Zeynep, itaparan olsun. Neyse, eyb olmazdı. Pulumuza baxın siz Allah. 20 milyona razılaşmışdım ha, 20 milyona. Dedi sat 20 milyona qəşəng maşın, Allah. Qaqa 2 milyona sat. Zibilə qalasın. Gül kim maşını idi, gedindi, soxur. O şey vardı, qaqa mənə soxursunuz. O şey vardı, lap onun kimi. Düz 20 milyon çox baha satırdım. Daha nəsə də 15 milyon, 6 milyon qiymət var. Nəsə də 2 milyon satdım. Heç olmaz. 21 milyona nəsə satarıq. Bu mən hansısa takipçim vermişdi. Xatirədə hələ bunu saxlayıram. Bu İnyəs kimdir qaqa? Bu İnyəs gəlsin, ona hədiyyələr verəcəm. Ona qəşəng çizimlər verəcəm. Qəşəng bu versiylər verəcəm. Kimdir bu İnyəsi? Kimdirsə desin. Hər nəsə uşaqlar. Gedir smartıma bir daha baxın. İdealdır qaqa. Buna bir zibil yerinə qoyan yox idi. 15 min idi. Oldu 1000 coin. Ondan sonra qaqamız başladı smart yığmağa. Bir daha bunu idealdır. Bu zibil kimi sürünürdü. 15 bindən qaldılar 1000 coinə. Elə bir şey kim ki bunu saxladı özündə. 1000 coin elə bir yaşadı da. Bu dəfə də gedəcəm bundan Gürcü server. Gürcü serverindəki bomba maşınları bomba maşınla getmək lazımdır. Düz demirəm? Doğrudan smart heç cür inanmırdım. Bir də sizə Allah, xahiş edirəm. Elə belə prim kasmaq üçün yox. Doğrudan bir də yorumlarda yazın görək. Bir dənə yazın ki, smartın 1000 coin olmasına necə baxdınız? Yaxşı mı baxdınız, pis mi baxdınız? Mən doğrudan çox maraqlı, cəmaət nə fikirləşir. Özüm doğrudan utanıram, gedim qaqa, kimdən soruşum, qaqa smart niyə belə qoydular, nə bilim, niyə şey elədilər. Kim ki smart haqqında yazsa, məsəl üçün də smart belə idi, ha belə oldu, ha belə, belə, ha belə. Ha belə oldu, sonra da belə oldu. Elə yazanlara, yəni smart haqqında danışanlara da sizdə yaxşı mı oldu, pis mi oldu? Sizə cavab yazılacaq. Düzdür, bütün hamıya cavab yazıram. Yorum yazanların hər birinə bitdə ayıqlayıram, yorumlarını yazıram, cavab verirəm. İndi smarta da addelin cavab verəcəm də. Və Gürcü seri... Ne dala 2 dənə mi? 6 dənə. Ondan 2. Ondan 2 çıxdı. 2 dənə maşına mən də maşın alacağam orada. Gələm şeyə, mən çox maraqlıdır Alman serveri. Görən oradan nədir? Onlar əvvəldən də BMW-ləri, nə bilim, miqalkalı maşınlar, F1-lər, F2-lər, sonra
coinli maşın çox ucuz satırdılar. Məsələn, mən nətər varlanıb Alman serverindən. Qardaş girirdim Alman serveri. Miqalkalı BMW tapırdım 5 milyona. Onun amma qiyməti 15 milyonluq da ayrı server. Gətirdim Azərbaycan Türk serverində 15 milyon satırdım. Allah şiveriş də başa düşdünüz. Allah şiveriş o formada. Sizdə yəni kim ki kasıbdır, kim kasıb deyəndə belə də oyuna yeni başlayıbdır. Oyunda təzə öyrəşməyə başlayıbdır. Əgər çoxlu pulunuzun olmasını sizə baxın, bu dəqiqə mən bir dənə maşın satsam sırası 50 milyon var. Sadəcə marağımda deyil. Yəni nə 50 milyon yığıram ki, lazım olsa onsuz da bir dənə satacam, alacam da 50 milyonumu. Hə, nə deyirdim? Yəni kimin çoxlu pul olmasını istəyirsə, qaqa, girin Alman serverinə, maşınınızı tapın çıxın. İndi bilmirəm. Bura əvvəlki kimidir ya yox. Məsələn, BMW-yə bax, i8-də bax bir dənə. Qiyməti onun 20 milyon. Amma mən məsələn razılaşacam, alacam bəlkə də 10 milyona. Bax bu məndə var, amma bundan var. Auto Honda deyilən var məndə ondan. Hə. Yazacağam ki Chaos Neo. Sel. Yəni satıyor musun? Chaos Neo. Bro, bir dənə sən mənə cavab, mən sənə cavab. Okey, of course. Uyda, qabanış logoya bax bir dənə. No, sorry. Okey, thank. Böyümüşəm, hətta dirəşmək kimi bir adətim yoxdur. Həmişə dirəşim, da dirəşmirəm. Deyir, yox, satmıram. Eyb olmaz, satsaydım, dəqiq 10 milyon alacaqdım. Babat da pulum var axı mən. Bunlara bax, Almanların arasında şey var, klanları var hamısının. Bu nədir? Deyən görə 20 milyona bax. Bax qaqa. 1000 coinli Audi RS7-ni 20 milyona satır. Qiyməti 30 milyondur. Kimdə ki yoxdur. Məndə bir dəqiqə bunun 3000 hiçbilisi var, onun üçün almıram. Kimdə ki pul var, 30 milyon falan. Gəlin qaqa, alın bunu 20 milyona. Satın 40 milyona. Oldu 50 milyon. Nətərdir? Zor deyil fikir. 20 milyon bahasını aparıb Azərbaycan serverində, Türk serverində biraz burasını yığıb rahat satasınız. İndi məndə var, ona görə almıram. Həm də ki pulum çox deyil. Yəni, alsam da onsuz ziyana girəm. Nəysə. Gəzək McLaren'in mıcılarını var, mıcılar. Nəysə, buradan çıxdım. Alman serverinə bir dənə də şans vermək istəyirəm. Çünki biləm ki, əsl Alman serveri bu deyil. Alman serveri bu deyil. Çox qəşəng maşınlar var. Həddən artıq qəşəng maşınlar var. Onun üçün bir dəfə də mən girəcəm Alman serverinə. Bəlkə dəyişibdir. Bir ilə çox şey dəyişə bilər. Gürcü serverinə ondan 2 verdim. Azərbaycan və İngilis serverlərinə ondan 7. Ondan 7. Türk serverinə də ondan 8 verdim. Çünki niyə bir xal artıqdır? Ən yaxşı Türk serveridir. Səbəbini mən sizə açıqlayayım. Chat axıcıdır. Maşınlar satırlar, düzdür. Maşınlar bir qəpiyə dəymir. Amma satırlar yenə də, heç sənsə. Yəni, istəyirlər də oyunda nəsə əldə etməyə, nail olmağa bir həvəs var. Bizimkilər şeydir. 07-ni elə avtoşlarəsən, ora-bura çöndərsinlər. Yəni, bizdəkilərdə o deyil. Baxın, 2,5 milyona belə bir maşın var. 4 milyona tır var. Tırda məndə var, özü yığılmışı. Zor bir də tırım var mənim. Sonra. Alman serveri dəyişibdir ya, qaqaşı. Əvvəl olsaydı, 1-2 il əvvəl olsaydı, girirdim bura, bu doluydu ha buralar. Bax, qəşəng bir də belə BMW var. Amma satmaz, çətin satır. Yazın da yenə də. Yazaq. Hara getdin ha, deyən. Hara getdi alır deyən. Adını bir də baxım, şəxsidən yazacağım. Bəlkə varlı biridir, bəlkə köməkli eləmək istəyir, satar eləyər də. Ya vallahi yazdım indi. Allah yeşə bina. Deyirəm bu nə binadır burada? Qarantılı bir şey var. Bu deyən DBD. Satsa zor olardı çünki qəşəng maşındır. Həm də mənim də ehtiyacım var. Düz məndə sadəsi var olmağına. Mən beləsini istəyirəm indi. Yəni yazaq. Can you sell me? Yəni ki, sən bu maşını sata, tıra apardıq, xəstədir. Yəni, sata bilərsən bunu mənə. İngilisi bilməyən olsa deyirəm, yazdım ki, sata bilərsən bunu mənə. Smartıma dəymin, adam kişi olar, nə olsun indi balaca. Doğrudan smartı görəndə bir şey yazmaq istəyir. O ki, siqnal verəndə qorxub balaca maşını çəkilir, onlar yazmaq istəyirəm ki, ara düşdüm, almayın. Deyən görə, burada da şey var, Mustang var, şalar çox dəyişibdir. Həddindən artıq dəyişib, yaxşı deyil, heç bəyənmədim Alman serverini. Gözləyirdim mən buradan 2-3 can maşını alım, çıxam, nə oldu ala buna? Ondan 5, yəni Azərbaycandan çox aşağı, satımlar eləmirlər. Bundan çoxdur ki, maşını toqquşdursunlar, nə oldu da?
Aha, gəldik sonuncu serverimizə. Əgər belə uzun videoların, nə bilim, yemək yeyə qəşəng baxmaq istədiyiniz videoları, çay içə şöpbüldə baxmaq istədiyiniz videolar varsa, mənə deyin, qaqabı sizə qəşəng videolar atsın. Həftədən həftə, ya da həftədə 2 dəfə, həftədə 3 dəfə çalışdığım qədər dinlə, bəlkə də aydan aya, bəlkə ildən elə, bəlkə bu ilin axırına qədər heç satmadım. Yəni xəbərim olmaz. Bəlkə kanalı bağladım, indi bilmirəm. Nəysə, zarif deyim, kanalı bağlayan deyiləm. Sizdən bir dənə istədiyim olur ki, abunə olun, like atın. Bura qədər izləyənlər varsa, xahiş edirəm, yazın ki, mən izlədim. Bura qədər izləyənlər varsa, aidisini yazsın yoruma. Məncə boş-boşuna danışıram bu dəqiqə. Bir dəqiqə söysəm də kimsəyə heç kimi xəbər olmayacaq. Çünki 25 dəqiqənin axırına qədər baxan olmayacaq. Əgər axıra qədər baxan varsa, orada serverindəyik bu arada. Axıra qədər baxan varsa, aidisini yazsın. Desin ki, mən gəlsin yanıma. Baxın, həmin o anda, gördüyüm anda yazıram. Cavab alıram. Ya lap TikToka yazsın varsa. Şey yazsın, şəxsi yazsın. Deyəm mən. Nədir? Ala bilərəm, ayda var mı? Hə, yazsın, ona smartımı ya da geçəcək bir də moşlu bir də bazburtlu maşın verirəm, gedir. Çizimimiz açsın. Yəni nəysə desə ki, qaqa, bu fers ver, tapıram verirəm. Lap olanımı, nədir? 4 gözümü verirəm. Bu fers 4 gözüm var, onu verirəm. İstədiyiniz maşını da buraya qədər izləyənlər varsa, halal sənə qaqa, yaz yoruma IDV, lap yaz ki, mən izlədim. Lap TikToka yaz ki, qaqa, mən izləmişəm şeyi. TikTok yazmaya da, ehtiyac yoxdur. Şeyə yaz, YouTube'a bura yaz. Əgər bura qədər izləmisənsə, söyə bilərəm bir dəqiqə hamını. Heç kim izləmirəm bura qədər. Əvvəlindən bir 5-10 dəqiqə izləyirlər, qoyurlar tərəfə. 9 milyon satır bunu, çox ucuzdur, yaxşıdır. Həddindən artıq yaxşıdır. Şu serverdə belə də çet axıcıdır, deyil. Axıcı deyil. Sonra deyim, maşın satan azdır, amma satanda da yaxşı satırlar. Hardan bildim, Supra'dan bildim. Yaxşıdır, yaxşıdır, yenə də yaxşıdır. Onda şeylər demək istəyirəm bu günlük bu qədər olsun. Gələn videolarda izləyirəm. Gələn videoları siz gözləyirəm. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik. Görüşərik. Yazın ha yorumlara, yazın.